Ümumdünya Səhiyyə Təşkilatına görə tibbi tullantıların təxminən 15-20% infeksion risk daşıyır. Düzgün idarə olunmasa, bu tullantılar vasitəsilə hepatit B, C, QİDS və s. kimi infeksiyalar insanlara keçə bilər. Buna görə də tibbi tullantıların düzgün utilizasiyası mühüm əhəmiyyət kəsb edir. Artıq Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti həm də tibbi tullantıların sterilizasiyasını həyata keçirir. Bunun üçün tibbi tullantıların sterilizasiyası məntəqəsi inşa edilib. Tullantını zərərsizləşdirən işçilər də təhlükəsizlik səbəbindən xüsusi qoruyucu geyimlərdən istifadə edirlər. Hazırda ölkədə ilk dəfə tibbi tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi prosesini izləyirsiniz. Belə ki, öncəliklə xəstəxanalardan toplanan tibbi tullantılar bu məntəqəyə gətirilir. Daha sonra isə burada gördüyünüz bu soyuducu ambarda saxlanılır. Növbəti proses isə bu tibbi tullantıların yeni texnologiya vasitəsilə zərərsizləşdirilməsidir. Bu isə həm ekoloji təhlükəsizlik baxımından, həm də vətəndaşların sağlamlığı baxımından çox önəmli məsələdir. Utilizasiya üçün məntəqədə hər birinin tutumu saatda 250 kiloqram olan 2 ədəd Türkiyə istehsalı sterilizasiya avadanlığı quraşdırılıb. Bu avadanlıqlar smart texnologiya əsasında müasir standartlara cavab verə bilən səviyyədə fəaliyyət göstərir və qeyd edim ki, il ərzində yaranan təhlükəli tibbi tullantıların böyük bir qismin məhz bu məntəqədə zərərsizləşdirmək mümkündür. Ümumiyyətlə, tibbi tullantılar 4 sinifə bölünür, A, B, C, D və bu tullantılar içərisində B, C təhlükəli və xüsusi təhlükəli tullantılardır. Həmin o təhlükəli və xüsusi təhlükəli tullantılar bu məntəqədə zərərsizləşdirilir və bu baxımdan belə bir məntəqənin fəaliyyətə başlaması xüsusilə qeyd etmək lazımdır ki, insan sağlamlığı, ətraf mühit üçün çox böyük bir töhfədir. Təhlükəli tibbi tullantılar burada zərərsizləşdirildikdən sonra torpağa bastırılır. Yəni, təhlükəsiz tullantılar o deməkdir ki, artıq onun torpağa qarışdığı halda torpaq üçün, su mənbələri üçün heç bir belə deyək, çətinlik, heç bir təhlükə yaratmır. Amma tibbi tullantılar açıq sahələrdə əgər yandırılırsa, tibbi tullantılar əgər su hövzələrinin ətrafına tökülürsə, bu çox ciddi təhlükə yaradır. Həm insan sağlamlığı üçün, eyni zamanda ətraf mühit üçün uzun müddətli təhlükə sayıla bilər. Qeyd edək ki, hələ 2007-ci ildə Nazirlər Kabineti ölkədə tibbi tullantıların idarə olunmasına dair tələblərin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəbnəm Qurbansoy, Səbuhi Mustafayev, Xəzər xəbər.